Saat 15:45 Səmranın günü başladı. Bugün mən sizə saatın tək aksessuar olduğunu deyil, həm də necə bir stilə tərzə çevrildiğini danışmaq istəyirəm. Çünki saat deyəndə artıq insanlar telefona baxır, amma mən təzə saat bulmuşam. Və istəyirəm bugün sizinlə məşhur bir saatsazı yaxından təqdim edin və birlikdə onu tanıyaq. O, dəfələrlə öz zəhmətinə görə bir neçə diplomlar və medallar almışdır. Hər vaxtınız xeyir olsun Yusif bəy, necəsiniz? Hər vaxtınız xeyir, yaxşıyam, siz necəsiniz? Çox sağ olun, yaxşı olayım. Bakıda artıq hamı sizi Yusif Saatsaz kimi tanıyır və aldığınız medallarla səs salmışsınız. Mən də dedim ki, mən də gəlim tanış olum və bir çox suallarım var. Çünki bilirsiniz, dəb dəyişib, stil dəyişir, illər dəyişir. İnsanlar artıq smart, ağıllı texnologiyanı istifadə edirlər. Lakin hələ də saat aktualdır. Belə saatlar çıxıb artıq, hansı ki, həm telefonun zənginə cavab verir, hansı ki, həm mesaj yazmaq olur. Amma yenə də bu keçmişdən qalan saatlar aktualdır. Və biraz istərdim həm onlar haqqında danışaq, həm də sizin haqqında danışaq. Çünki eşitmişəm ki, 18 ildir artıq Bakıda fəaliyyət göstərirsiniz. Bu peşəyə olan maraq hardan yarandı? Bəli, düz qeyd elədiniz. Mən 18 ildir bu işin içərisindəyəm. Mənim atam da saatsazdır. Elə uşaq vaxtdan ona baxırdı, mənə maraqlı gəldi. Düzdür, işləmirdim, öyrənmirdim. Amma sonra zaman keçdi, 2008-ci ildən mən bu işi görməyə başladım. Qaldı ki, o saatlar deyirsiniz ki, dəbli olan saatlar, məsəl üçün ağıllı saatlardır. Olanın bir müddəti var, bir müddətdən sonra dəbdən düşəcək. Yenə hələ köynə saatlar dəbdə olacaq həmişə. Yəni, köynə saatlar daha keyfiyyətlidir, daha yaxşıdır. Bəs saatsaz olmasaydınız kim olardı? Mən saatsaz olmasaydım, aparıcı olacaqdım. Mən o vaxt İncəsənət Universitet sənətlərini vermişdim, aparıcı olmaq istəyirdim. Uşaq vaxtlarının böyük marağım var. O vaxtı məktəbdə oxuyanda bütün məktəbin tədbirlərinə mən aparıcı kimi çıxırdım. İstər bizim sinif, istər başqa siniflər aparıcı kimi tanınırdım. Mən bu işi istəyirdim. Nəsə o qismət olmadı, axırda saatsaz oldum mən. Bəs heç peşman oldunuz mu? Xeyr, peşman deyiləm. Niyə ki, işləyirəm, çox gözəl işdir. Amma siz deyirsiniz ki, məsələn, fokuslanmışsınız incəsənət sahəsinə və həyat elə gətirdi ki, bir çox televiziya kanallarında mən sizi görürəm, sizin müsahibənizi görürəm, sizin haqda sənədlər görürəm və bunu demək istərdim ki, bunu ikisini bir araya gətirə bilərsiniz. İndiki vaxtda düşünürəm ki, biraz çətin olarım. Yaşınız necə? Yaşım 37-dir. Məncə çox cavan yaşdasınız və düşünürəm ki, saatlar haqqında bir veriliş də özünüz layihəniz də hazırlaya bilərsiniz. Bunu sosial şəbəkələrdə də bunu belə deyək də təqdim edə bilərsiniz. Bu haqda da düşünün. Amma ən çox istəyirdim sual verim ki, belə deyək, saatlar, hansı saatlar indi dəbdədir? Belə deyim də, elektron saatlar, smart saatlar, ümumiyyətlə rezin olan saatlar bu dəqiqə yəni çox dəbdə onlardır. Smart stili, sport stili saatlar. Saatlar var ki, hansı ki dəyəri 50 min, 100 min belə deyək də qiymət arasında dəyişir. Bu nəyinə görədir? O keyfiyyətinə görədir. Həm də ən orijinal saatlar İsveçrənin saatlar. Onlar daha çox orijinaldır. Onlar keyfiyyətinə görə, hətta ona baxanda qıraqda onun rəngi seçilir, orada kodlar olur. Yəni bunlara görə seçilir adi saatlardan. Bir insanın taxdığı saat onun xarakterini biruzə verir. Xarakteri mən düşünməzdim o. Məncə zövqdən asır. Zövqü necəsə elə də saat istifadə eləyir. Lüks saatlar sizcə yatırım ola bilərmi? Məsələn, qızıl alırıq, 4-5 ilə qiymətə qalxır. Maşın alırıq, düşür, ev alırıq, torpaq alırıq, qalxır və saatlarda belə bir şey var. Saat da maşın kimi düşür qiyməti. Yəni qızıl da olsa düşür. Qızıl olsa yox, qızıl olsa təbii ki, qiymət. Saatı qızıl olanda ancaq korpusu qızıl olur. İçi qızıl olmur, 2 sadə olur. 2 sadə ancaq korpus qızıl olur. Mən istəyirdim ki, mənim saatıma baxasınız. Sizcə bu saat necə saatdır? Bu saat çox gözəl saatdır, firma saatı, sizə yaraşır qolunuza. Bu saat retro tərzi gedir, düzdürmü? Hə, biraz köynə stildir. İndiki dövrdə insanlar daha çox telefona baxır və ya heç, məsələn, keçmişdə divar saatları var idi, belə fərqli-fərqli.
Əvvəllər zəngli saatlar var, cəmaət ondan qururdu, ondan işlərini görürdü. Amma telefondan sonra heç onlar təmirə gəlmir. Gələr, bəlkə ildə bir dəfə, 2 dəfə gələr. Yəni təsiri var biznesə. Bəs indiki dövrdə saatlara olan maraq artması səbəb nədir? Artması bayaq dedim, zövqünə asır. Elə adam var ki, saatı işləmir, qoluna taxır ki, elə bir ki, görsəniz, aksesuar kimi görsəniz, elə adamlar var yəni. Bəs sizin özünüzün icad etdiyi saat var mı? İcad etdim deyəndə ki, mən misal üçün bir dənə tərsinə işləyən saat yığmışdım. Orada 9-un üçün yeni dəyişmişdim, 11-in onun yeni dəyişmişdim. Saat tərsinə işləyir, ancaq vaxtı bilirdim. Bir yandan bir yana baxın. Orada indi içəridə var, sonra onu göstərək. Məsələn, sonra domino daşlarla saat yığmışam, saat yığmış, içərisində şəkil çəkmişəm. Yəni belə işlər görürəm. Bu işlərə görə də mənə diplom vermişlər, yəni medal vermişlər, yəni belə bir işlər gördüyüm üçün. Gələcəyin icad etdiyi saatlar necə olacaq? Nə ilə dəyişər, nə ilə fərqlənə bilərlər? İndi məsələn görürük ki, zənglərə cavab verən saatlar var. Bəs gələcəkdə sizcə bu 18 il peşənin sahibi olaraq nə düşünürsünüz? 50 ildən qabaq deyək ki, əvvəl məsəl üçün qədim Misirdə saat yaranmış, günəş saatı idi o. O meydan yüksəkən daş qoyurdular, ora kölgə düşdükcə saatı müəyyən edirdilər. Sonra məsəl üçün qum saatları, su saatları çıxdı. Sonra mexaniki saat çıxdı. İtaliya Milan şəhərində 2 dəfə mexaniki saat oldu. Orada bir dənə əqrəb var, cəmisi. Bir dənə əqrəbin olaraq vaxtı bilirdilər. Sonra ikinci əqrəb, saniyə əqrəbi gəldi. İndi artıq xronoqraflar var, xırda əqrəb basırsan knopkanı, xırda əqrəblə işləyir. İndi siz demişkən, indi məsəl üçün telefonla cavab vermək olur. Hətta mən bəzi yerləri görmüşəm xarici saytlarda. Burada bir-iki dəfə görmüşəm. Sadəcə qlobus fırlanır belə, saniyənin qlobus gedir. Yəni artıq yeniliklər olur, gəlsin nelər olacaqsa onu görəcəkdir. İnşallah çox yenilik olur belə deyim. Deyirlər ki, zaman sürətlənib. Bunun saata təsiri olurmu? Məsələn, görsən saat 1, saat 5 olur, hardan gəlir, hara getdi bilmirəm. Yəni siz də elə bilsən ki, saat uçur bəzən vaxt düz deyirsən. Yəni elə bilirəm ki, saatın saniyələri uçur. Olur, bəli. Qadın saatsazlar varmı? Var, hə, qadın saatsazlar var. 1-2 nəfər var işləyirlər. İnsanlar var ki, onda saat xəstəliyi var. Ona fərqli tərzlərdə saatları kolleksiya edib yığırlar. Bu saat xəstəliyinə olan səbəb nədir? Mən belə düşünürəm ki, onlar elə bir ki, həvəskarlardır. Onların ola bilsin ki, hər geyimlə uyğun bir dənə saatlar var. Məsələn, müştəri gəlir yanıma görsən, bir 10-dan 15 dənə saat götürür düzəltməyə. Yəni bu artıq həvəskarlıdır. Geyimlərinə görə onları zövqə uyğun dəyişir də belə deyək. Bəs bu asılılığa səbəb nədir? Asılılıq deyəndə ki, bəli, insan vərdiş edir. Məsələn, mənim qolumda saat olmayan dəqiqədə baxıram ki, bu saat yoxdur, yəni öyrəşirsən saata. İlk hazırladığınız saat hələ də qalıbmı? Bəli, ilk dəfə mən zəngli saat düzəltmişdim. Harasa bir 50-ci ilin saatı idi o saat. Onu söktüm, düzü yığa bilmirdim, onu çətin idi. Mən atama dedim, yollarını göstər, yığırdım, purjanka otuza bilmirdim. İlk dəfə o saat düzəltmişəm. İndi həmin saatda mən götürmüşəm, buraya sizə göstərəcək düzəltdiyim saat nə hansı idi. Bu saatın neçə yaşı? Bu saat 1950-ci ilin saatıdır. Yəni çox qat-qat artıq uzun illərə geri bağlı. 70 il keçib də belə deyək. Çox gözəldir saat. Yəni mən ilk də bu saat söktüm, bunu düzəltmişəm. İlk düzəltdiyim saat bu saat olub. Bəs hal-hazırda çalışır? Hal-hazırda ola bilsin ki, biraz yağlamaq lazım. Çoxdan əldə edilməyib. Yağlı büdcəsən ondan sonra işləyəcək daha yaxşı. Bu saatin 70 yaşı var. 70-dən yuxarı. 50-dən neçəyə gedir? 70-dən yuxarı. Bu başından belə vurursunuz səs. Həmən o tərsinə işləyən saat budurmu? Bəli, budur. Baxın, burada görürsünüz saat məsələn 6:25 dəqiqə. Fikir verin 10-dan 11-lə məsələn birin yerini dəyişmişəm, 9-un üçün yerini dəyişmişəm. Bu tərəfə baxırsınız. Bax normal saatda 6:22 dəqiqə belədirsə, burada isə bu tərəf əks tərəfdə baxırsınız ona. Yəni saatı bilmir, rəqəmlər dəyişilib. Saat sayını tərsinə saat qabağa gəlir. Bu solaxaylar üçündür. Mən məsələn solaxayım görə bilərəm. Çünki 6 mənə tərs gəlirsə belə deməli solaxaylar üçün 1-2 buradan başlayır. Bu ilk dəfə sizin icad olur? Xeyr, mənim icadım deyil. Bu işi görənlər var, amma az adam gördü. Onlardan biri də mənim. Məndən soruşurlar belə bir iş görə bilərsən. Mən bir dənə bunun yığmasını bir ay əlləşmişəm yolunu tapmağa görə. İndi ancaq 2 dəqiqə eləyərəm mən bunu. Sevindim sizlə tanış olmağa, insanların bu qədər maraq olduğunu, sizə nəyə səbəb olduğunu anladım və ona görə düşündüm ki, özüm də gəlim, baxım, görüm nə peşəsidir. Çünki mən də bu yaxınlarda tam 3-4 ay olar ki, saata keçmişəm. Əslində bunun daha bahaları var. Bir dənə markada görmüşəm, 40 mindir o saatın qiyməti. Mənim gücüm buna çatdı. Maaşım buna çatdı. Tanış olmamı şad oldum. Daha böyük layihələrlə, daha böyük uğurlarla inşallah bir daha sizinlə yenidən ekran qarşısına gələrik. Sağ olun, sağ olun.